Vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz, xoş gördük sizləri. Məştəqanın tam mərkəzinə yaxın bir yerdə, hətta belə deyək, yola və marşruta yaxın bir yerdə 5 sot torpaq sahəsinin üzərində bağ evi çıxartmışıq. Allah hər kəsin malına, mülkünə bərəkət versin. Kimin nəyi varsa Allah xeyrini versin inşallah. Həyəti təqdim edək sizlərə və sonra keçəcək evin içərisinin təqdimatına. 5 otaqdır. Giriş səsini sizlərə təqdim edir. Gəlin zəhmət olmasa qabağa. Onda nəzərinizə çatdıraq ki, 5 otaqdır. Paket qurçada evin torpağını çıxarışıq və qeydiyyata düşmək olur. İpoteka üçün də yararlıdır. İlkin olaraq qiymət 87.000 manatdır. Bu torpaq hissəsini sizlərə göstərək. Həyətdə də sanuceli var. Evin içərisində də var. Və evin arxasında da yer var. Həyətdə sanuceli var. Və burada olduğunuz nəzərinizə çatdıraq əsas. Bu hasar deməli 2 metrə gedəcək arxaya. Yəni biləsiz dəyərli izləyicilərimiz. Bunu sizə təqdim edək. Yanında zəhmət olmasa. Evin damı izləyicilərimizdə biraz iki yanar, birdən düzdür, xeyr düzdür və belə bir formadadır. Giriş səsini təqdim edək, zəhmət olmasa. Giriş səsini təqdim edək. Bu hissədən biz axırın çəkək, buradan çəkib göstərək izləyicilərimizə en azından məlumatları olsun. Və keçək inşallah içərisinin təqdimatına. Onu da nəzərinizə çatdıraq ki, yəni ev sanucelidə üzr istəyirəm kombidir və evin içərisində də sanuceli var. Və otaqların iki dənəsi də istifoldan ibarətdir. İlkin olaraq bax bu hissəni sizlərə təqdim edək. Studiya mətbəx nəzərdə tutulur. Böyük bir studiya mətbəxi var. Və sonra ikinci bu otağı sizlərə təqdim edək. Otaqlar böyük otaqlar, kiçik otaqlar deyil. Və üçüncü otağımızı, yataq otağını təqdim edək. Burada da bir otağımız var, bunları təqdim edək inşallah sizlərə. Bunu da göstərir, məlumatınız olsun. Və belə deyək də, sonuncu otağımızın yanı burada bir otaq var, sadəcə